31 həftəni göstərir. Amma bizim burada 30 həftəli hamiləlikdir əslində. Uşaq 31 həftəni göstərir. Yəni uşağın inkişafında bir problem yoxdur. Ondan savayı bizim üçün önəmli olan bu dönəmlərdən nələrdir? Biz onlara baxırıq da. Ürək döyüntümüz əladır. Uşağın kilosu kilo 600 qramdır, 40 santidir. Ürək döyüntümüz yaxşıdır. 39 da uşaqlıq boyumuz çox qəşəngdir. Yəni bu cəhətdən bu sevindirici bir haldır. Əslində mən elə fikirləşirdim ki, burada gələcəksən biz ucu başlayacaq bundan sonra tədbirlər, amma yox. Yəni heç də pis deyil. Ondan sonra sənin ki o boyda ürəyin var. Allah səni bunu, bu uşağı sənə bizə necə verməlidir? Yəni tam sağlam şəkildə verməlidir. Niyə görə? Əslində mən sənə deməli Ofeliya dedim ki, Ofeliya, sən uşaqlar xəstələnibdir, indi söhbətçidir də. Sən çıx get mama gilə. Oldu söhbət. Dedim çıx get mama gilə. Bir həftə mama gilə qal gilə. Dedim mən necə o 3 uşağı saxlayıb anam gilə gedə bilərəm. Hər qadının da o boyda ürəyi olmaz əslində. Ona görə mən inanmıram ki, bu uşaqda hər hansı bir problem yaransın. Çünki Allah onun o ürəyinə görə bu uşaqda heç problem yaratmayacaq. İnşallah Allah olsa. Xəçər biz çiçəyi ən pis momentdə keçirmişik. Yəni hamiləliyin yaxşı bir dönəmində keçirməmişik. Bizim qorxduğumuz su çiçəyidən 20 həftəsinə qədərdir və 30-dan 40 həftəsinə qədərdir. 20-dən 30-a qədər keçirən su çiçəyi çox böyük bir fəsad vermir əslində. Amma Ofeliyada ən pik momentdə onu keçirdi. Bu günləri gəlibdir, hər şeyimiz hələ ki uzi normal göstərir. İnşallah Allah qoysa, doğuşdan sonra balam bunu təsdiqləyər ki, doğrudan mən əsl kişiyəm. Yəni mən bu şeylərə bir veterandır, deyirəm o renkdən uşaq olmuş, mən o veteranı da qoymuş uşaq.